Təqvim planına uyğun olaraq hər ayın sonunda nəticə qazanan idmançılarla görüş təşkil edən Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı yenə də bu ənənəsinə sadiq qalıb. Təşkil olunan tədbirdə idman ocağının yetirmələrinin iyun ayı ərzində iştirak etdikləri yarışlar və əldə olunan uğurlar haqqında danışılıb. Görüşün əvvəlində Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacızadə müxtəlif idman növləri üzrə yer tutan idmançıları qazandıqları uğurlara görə təbrik edib. Mərkəzin yetirmələrinin ötən ay ərzində qazandıqları nəticələr haqqında söhbət açılarkən, onların istər beynəlxalq, istərsə də respublika səviyyəli yarışlarda fərqləndikləri bildirilib. Bu mənada ilk olaraq çox mübarizəli döyüş idman növü üzrə Dünya Kubokuna seçim xarakterli turnirdə Araz Bəşirov, Fərid Novruzov, Nihat Musayev və Cavidan Süleymanovun mötəbər yarışa vəsiqə əldə etməsi müzakirə mövzusu olub. Daha sonra üzgüçülük üzrə yarışda nəticə göstərən Fərid və Fəxrəddin Hacızadələrin nəticələrindən danışılıb. Bundan başqa Rusiyanın Çeboksar şəhərində karate üzrə Avropa çempionatında medal qazanan Elnur Məmmədov, Şahin və Talih Balayevlər, eləcə də Xəyal Quluzadənin uğurları xatırlanıb. Şimal ölkəsində keçirilən qaydası döyüş üzrə turnirdə mükafatçılar sırasına düşən Vüsal Məhərrəmovla Əkbər Əliyevin və Krasnodarda reallaşan boks yarışında fəxri kürsüyə yüksələn Ayxan Tağızədənin uğurları yüksək dəyərləndirilib. Cido və sambo növlərində timin adını hər zaman layiqincə təmsil edən İlkin Babazadə Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq özündən söz etdirməyi bacarıb. Babazadənin yolunu davam etdirən Nizami Hacıyevlə Cəmil Xəllovun nəticələri də gözdən qaçmayıb. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı hər ay olduğu kimi məhz iyun ayında son nəticələrini bu gün biz birgə oturduq. Nəticəli idmançılarla birgə bir yerdə olduq. O cümlədən nəticə vermiş idmançıların nəticələrindən maraqlandıq və qarşıda onlararası yarışlar gözləyir, onlarla maraqlandıq. Qabaqçı aylara baxsaq bu ay bəli, qənaət bəxş olunur ki, nəticələr beynəlxalq yarışlardan Azərbaycan birinciliklərindən, Azərbaycan çempionatlarından kifayət qədər nəticələr gəlir. Görüşün sonunda idman ocağının nəticə qazanan idmançılarına rəhbərlik tərəfindən müxtəlif hədiyyələr verilib. Bundan başqa filialın güləş bölməsinin məşqçisi Arzu Rəhimov səmərəli fəaliyyətinə görə xüsusi mükafatla tərtib edilib.